Rəsul, ilk sevgin haqqında nə deyə bilərsən? Qardaşım sən birini soruşursan ki, sən heç aşık olmusan ki. Hasretin ile yandı gönlüm, yandı. Nə oldu? Amma nə özü artistik olmuşam. O gün öz gözlərimə kələntən qızı görüşənlə görmüşəm səni. O kim deyir sənə? Adres sübutumla var, bax günə. Göstərəcəm. Ay yaxça, buradan bura gəlmişsən amma montajla düzəltdim. Sən gəl burada sarımsan mənə bərmalılar. İzah ol günə burada, özü ciddiyə qoymacın ha. Montajla düzəltdim. Sən mən dolamısan, sən söygünən. Lap da, lap da. Dolanır başına dolanır. Dolanır başına dolanır. Bir dəqiqə saxla cinənin vaxtını. Mənə baxacaksın Rəsul. Sən elə belə mahnı qoyub mən başıma dolma oynamarsan. Konkret diclə görüb, nə qədər istəyirsən. Bir adam burada mahnı qoşmuşam dolanın başına. Başqa da dolana oynayıram. Sən mənə dediyin sözə baxacaksın. Sən Kamran qardaşı bələnçisini tanıyırsan. Özü gücləyə qoyma içinə. Özün ol. Deyirəm, nə qədər istəyirsən. Mən yaxşı. Mən konkret bir iş həll eləməliyəm sənə tığıb. Təcil borcu 100 manat pul lazımdır mənə qardaşımsan. Deyirəm də bu sanda bu. Tavərçi. Sən mənə bura çağırdın ki, səninlə bir söhbətim var. Buyur atam qardaşım, nə məsləhət məşvərət eləmək istəyirsən? Sənin qardaş kimiyik də, sən mənim problemlərimi çox Bəli, atam qardaşım, bəli. Düzdür. Yəni problemlərdə ola bilməz ki, bir qurtuluş yolu olmasın da. Bəli, Qardaş kimi səndən məsləhət almağa gəlim ki, necə qurtulum bu problemlərdən? Necə həll edin bu işləri? Atam qardaşım, mən məsciddə düz 24 ildir ki, mürdəşir işləyirəm. Ay, son billik də. Hə. Nə dəxsi var? Sözümü kəsmə atam qardaşım, böyüyə hörmətin olsun. Buyur. Gedirsən, özünü asırsan. Neydi ya? Özünü asırsan. Atam qardaşım, ailələrimizi çörəyə pulu qazanırıq da, atam qardaşım, belə... Deyirəm, ondan sonra rejimə danmışdı ki, sən mürdəşi olan bəndə, mənə yaxçı bir dənə məsləhət verməyəcək. Allaha and olsun deyirəm. Sən elə o işlədiyin məsciddə yumaq mənə borc olsun, Kamil. Atam qardaşım, Qeyrətli ol cinə. İsmail YK. Bum bum geliyorum. Şekerim benim. Xoş gəlmişsən, necə varsınız? Sizə ilk sualım, həyatınızdan məmnunsunuzmu? Yox. Gözlədiyim sual. Asma, bu misaldan xəbər çıxdı, daha hazırlıq istəyən gəlirik də. Eynimi geyineyim mən. Yox, bu video fasonda da gəlcinə. Rəhmətli demişsin, sən bir dəqiqə əynində nə var? Şortkla mayka. Şurada sən demən nə eləməlisən? Eynimi geyinməliyəm. Onda bu cizizə sual mənə üç verirsən. İndi verdim də, neyiniyim? Üç verirsən mənə bu cizizə sualı. Yaxçı da sənətidir ya. Nə vaxt verir ki, sən mənə bu sual verirsən, ha? Allah olsun bir cür sən mənim əlimdə qalacaqsan, ha? Yaxçı da sən də bir şey demən olmur. Sualdı da verdim də. Cəmin ol. Last year November, and I fly over to the Jamaica Island. I'm walking my father in a Alo, salam. Mən də gəl apar qurban olum taksi şirkəti, buyurun. Alo, salam, meşhumleş. Biz yəni ki, çox adamız. Sabah bizə də uzun yolsuz taksi lazımdır. Aha, bəli. Vita maşın lazımdır bizə. Vita maşın deyəndə o 8-9 nəfərlik var, onu nəzərdə tutursunuz. Nələrdir Vita maşın? O Vita maşın gəlincə 8 nəfərlik nəzərdə tutursunuz da. Hələ də bu Vita maşın bilmirsən nə deyir, şeydir. Qardaş, Vita maşını o 8 nəfərlik nəzərdə tutmuşsunuz, o çox adam minir, onu bilmirsiniz. Sən o taksi şirkətində işləyirsən, bilmirsən Vita maşın nə olan şeydir.
Siz canım Vita deyib məni çaşdırırsınız. Yəni o Vita deyərək siz o 8 nəfərin maşını nəzərdə tutursunuz. Qardaşım, vəbşi bir sənə var, gedmirəm. Gedəsi olmadı, bu şey. Nə qəribə adamlar var. Öyle giz var mənə rast gəlir. Bildiniz ala, ağıllı olmadığımızı tanıyın. Biz Allah'tan başqa heç kimdən qorxmuruq. Dava. Kölgə miyim bir şey mən? Necə qorxdum ha. أغمني قاعد مني Yarışım sən, çıxırıq bəs edir. Tamam artıq qası bilməyəcəm, tıxayam satmada, öldüm da mən. Oh. Peşir bir şey bakalım. Hadi. Niyə bilmirəm? Yaxçı pişməyib. Yaxçı pişməyib, prosta araq yoxdur deyən bəhanə edirsən. Araq olsaydı gözbə təpərdin. Sən nə oldu be? Yaxçı oldu sənə, biraz araqsız qala-qala bəlkə arağı tərcih edərsən. Və hər dəfə nə məcburdur içib meymuna dönəsən gərək. Kimə deyirsən ha meymun? Allah sənə düz deyirəm də. Deməli qardaşım, keçən dəfə oturmuşduq kafedə. Qalaşın başına basaydı. Yeridir, imkan sözümü qutarım da. Hə, keçən dəfə oturmuşduq kafedə. O heç nə eləmirik. Prosta tamam Yox ha, nə bit basardı, şalvarına basardı. Rəsul. Allah'ın olsun ha. Görmüsən, o nə bit basardı. Salvincini olanlar. Yiyəm də qardaş. Hə, oturub daha nə oynuyorduk. Sonra çay dedi, çayı bir yarım saat gözləmişik, çay zat gəlməyib. Axırda yığdıq ofisantdakı bəs. Bəs saçını çıxıb gedirəm qardaş. Yarım söhbət edir. Nə oldu şey var o göstərir. Nə oldu söhbət. Hani numara sözümü kəsən dəqiqədə bir Saat o başına oyun gəlmişdi ya sənə. Ona oxşar bir dənə hadisə, inandırım sənə, mənim bir iş yoldaşım var idi. Onun başına gəlmişdi. Həmin iş yoldaşımın adı Namiqdir, hə. Soyadı Fərzəliyevdir. Bir yaxınlarda 27 yaşı olacaq. 98 təvəllüddür. Mən düzü çoxdan çıxmışam o iş yerindən. O hələ də orada işləyirdi, məndən qabaq da işləyirdi. Atası vaxtı belə imkanlı olub, indi sonra biraz zəifliyib imkanı. Anası da hardansa bu Cəlub zonasından olmalıdır. Rəsul, ay Rəsul. Hə. Başı öldürəm, sən bu iş yoldaşımın başına gələn hadisəni danışmalıydın. Sən başladın bunun həyat hekayəsini danışmaq. Mətləbə keçirəm, nə oldu? Hə, o deyəcəkdim axı, üzrsən. Bu bir dəfə elə bir girən gəl. Mənə bax, sən buradasan da, oturmuşsan da, mən daha dükkana deyim, gəlmə. Mənim üçün bir paska sigaret də alarsan da. Efendim işitmedim, bana bir şey mi dedin? İki orta bir sade, haydi bana müsaade. Oo, Əmir Aslan, qardaşım, necəsən? Mənim qaqaşım, döyünən rejim, Robin Hood Əmir Aslan. Dar günlərin adamı, mənim xilaskarım. Sözü dişinə tutar da. Başımdan mənə biraz pul lazımdır, tərzə. Buna da kartdır da, üstündə nağd yoxdur pul. Burada yaxında bankomat var, gedir, o bankomatda sənə nə qədər lazımdırsa çıxart ki. Mən də buralarda fırlanmada yadımdan çıxmasın, gətirib kartı verərsin. Gözüm üstə, başım üstə, baş üstə. Mənə bax ha, rətxəzi eləmir. Baş üstə, qardaş, baş üstə. Wake up, Claire! Jim's dead! They're dead! They're all dead! Wake up, Claire. James dead. They're dead. They're all dead. Nə anqırsan, hə? Nə anqırsan, görmüsən yatmışam. Köpək oğlu, nemə istərə biləcəkən, nədirində də qışqırır bilinmir. Rəddad küçük. Əmir Aslan, ay Əmir Aslan. Nə olub ola? Əmir Aslan, 2 nəfərdir, bilmirəm nə səbəbə. Düşüblər mənim dalımca öldürəcəklər mənə, tapıncalar zad da var.
Güclə canımı qurtarıb gəldim yanıma. Qutar məni, quzu keçərəm sənə, qutar girəm mənə, nə olar? Yəni kim deyir, kim sənə danışır? O deyən çəkil. Çəkil görüm. Yaxşı gördüm ha, pəncərədən ha. Girdilər o evi, yaxşı tez gördüm, öldürdüm. Allah, Əmir Aslan, sən də tapança hardandı? Aha, mənə boş-boşuna Rubin Hood Əmir Aslan demirlər. Ağıllı ol, girən yervə ətdivi bil. Sən mənə yerimə ətdin bildi. Sən kimsən ki, Allah? Sən artıq bu dəqiqə sənin sifətivə bir dənə tüpürərəm. Elə bilərsən ki, göydən leysan yaxır, bildin? Mən də buna dedim ki, biraz padyeşka vercinə, bu uşaq biraz da sonsa dava geçsin də, bildin necə. Aha, necə sıqalaşlar, salamatçılıqdır. Oo, salamünaleyküm. Neyəsən, nə var, nə var? Gəl qonağımız olur, gəl bir stəkan çay içkinə. Xeyr, çox sağ ol, sən canı. Sizdə çay getmir. Qardaş, incə dedim ki sənə, yəni çay istəyirsənsə, yəni digilən bir stəkan su içkinə də. Çay istəmirdinsə, bəs indi bu elədiyin nə idi? Mən nə qədər üzürü saycılarından bir anlıq cicəyim yandı, ona görə bir qurtum aldım da. Amma sən hatırlasan düzəlmədin də, daha sənin sözüm yoxdur. Rəsul bəy, sizə ilk sualımız budur. Yəni ilk sualımız həm də ki, biz hamımızı maraqlandıran bir sual. Ya belə bir məlumatlar var ki, siz yəni kimlənsə söhbət edəndə, kimlənsə ünsiyyətdə olur. Qarşınızdakı insan sizinlə söhbət edəndə sizin fikriniz onda olmur. Yəni fikriniz dağınıqdır, yayınıqdır, ona qulaq asmırsınız, fikriniz ayrı yerdədir. Nə deyə bilərsiniz? Rəsul bəy. Rəsul bəy. Rəsul bəy. Rəsul bəy. Ha, başlayın, nə istəyirdiniz? Bəli, sual verdim ki, yəni belə bir məlumat var ki, yəni qarşınızdakı insan sizinlə söhbət edəndə siz ona qulaq asmırsınız, fikriniz ayrı yerdə olur, fikriniz dağınıqdır. Nə deyə bilərsiniz? Yəni elə bir şey yoxdur, açığı. Yəni bu bilməm bu məlumat kimi, mən yəni qarşımdakı insanla ünsiyyətdə olanda, o mənimlə söhbət edəndə tam olaraq fikrim onda olur, ona adaptasiya oluram, yəni ona qulaq asıram. Yəni elə bir şey yoxdur, yəni yalan yanlış məlumatlar. Qorxaq, hara qaçsan, bura gəl! Hə, eşidirəm. Beləncəsinə şey olar, risk aldıq, gündüz gün orta çağa girdim bu evə oğurluğa. Gündüz gün orta çağa oğurluğa gəlirlər. Ya, beləncəsinə problem yoxdur, bütün baxalı əşyalar evdə nə var, nə yox. Silib süpürüb hamısını atmışam torbaya. Prosta hamamlar bir dəqiqə qəşəydi, pulu da. Mən nə dözür baba, həmin o qəşəy hamamda, yəni çinməmiş buradan çıxsam söküş o təhqir olur. O ki, bir dənə hamamda yaxalanıb çıxıram. Bu məndən xəbər gözləyinə. Sındırırlar da. Hə. Allah, heç nə. Yaxalandım. Prosta hamamda yox, polislər tərəfindən yaxalandım. Necə, beləncəsinə şey olar. Bu yaşıma çatmışam, mən beləncəsinə şey görməmişəm mən. Hamamın krantını açan kimi siqnalizasiya işə düşdü, polislər tökülüşdülər qapıya. Beləncəsinə şey olar. Hamamın da krantını açanda siqnalizasiya işə düşür. Aslında söymə girəndə mən nə bilim belə olacaqdı. Nə yaxalanmaq istəndə hamam qəşəng idi. Ata, başımla 5 manat verginəndə uşaqlarla görüşdüyəm. 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 Pardon, bakar mısın? Evet. 50 lirasına iddiaya girerim ki dudaklarım değmeden seni öpebilirim. Nasıl olacakmış o? Giriyor musun iddiaya? Beni öpeceksin. Evet. Dudaklarında. Evet. Hadi bakalım giriyoruz. Aa, dudaklarındaydı ama. Kaybettiğim en güzel iddiaydı. Ben Ender.
Yox, sən o dediyim variant keçmədi. Nə oldu Ay ki? içində öyrətdiyim kimi getdim, yaxınlaşdım qıza. Dedim ki, bəs 50 manatdan xanım mərci girir ki, mən dodaqlarım dəymədən sizi yanağınızdan öpə bilirəm. Və bu söz demişdim ki, qız sumkanı keçirdi başıma. Başımdan ağrıyırsan. Telefonu çıxartmışdı ki, polisə yığsın. Elə telefonu əlimdən qapdım, qaçdım. O, sən xəstəsən. Sən onun telefonu vurramaqla nə əldə elədin? O belə də polisə xəbər elə bilməyəcək. Hə, sən də gör nəyin fikrini eləyirsən. Əsl telefon zalıq kimi əlimdədir. Buna bax, gör nə qəşəng telefondur. Heç kodum da yoxdur. Gizliyəm, danışdığı oğlan zadı varsa hamısının nömrəsini siləcəyəm. Sən xiyarsan. Salamlar olsun hər kəsə. Bildiyiniz kimi bir müddətdir yeni salonumuz üzərində işləyirik, yeni salonumuz tikilirdi və axır ki, nəhayət ki, yeni salonumuzun açılışı olacaq və mən sizlərə bir şey çatdırmaq istəyirdim ki, salonumuza giriş necədir. Gördüyünüz kimi salonumuza giriş belədir. Nərdivana görürsünüz. Nərdivanla gəldiniz buradan. Qalxırsınız bu divarın üstünə. Divarın üstünə qalxdıqdan sonra şərt budur ki, hər kəs beli üstə tullanmalıdır aşağı. Kim zədə almadan tullansa, onun saçı qırxılacaq 3 manata. Kim zədə alsa, belini, qolunu qısınsındısa, o mənim problemdir. Onun saçı qırxılacaq 5 manata. Çalışın zədə almadan, ora-bura sındırmadan tullana biləsiniz. Tullandıqdan sonra da sönən kimi salonumuz sizin qarşınızda olacaq. 7-24 xidmətinizdə olacaq. Odur ki, hər kəsi gözləyirəm. Gəlin. İynə o stəkanı nəyə qoyublar? Stəkanı süz içkinəndə. Qrafinkadan nə içirsən? Mən ərinirəm də stəkan süzməyə. Sən nə maraqlı adamsan ha? Bir şey gelse yanımda olur muydun? Bir meselem olsaydı beni dinler miydin? Rəsul necəsən? Sağ olacaqsın. Nə olub işləmir dükan? Eşitmirsən səs küydən içəri bax ki, nə? Girdim çörək almağa. Girmək istəyirəm, bir də görürüm başlayıb konsert verməyə. İndi bir adım çöldə gözləyirəm ki, bunun konserti nə vaxt qutaracaq, girim bir dənə çörək alım. Evdən tapıb yığırlar ki, bir dənə çörəyi nöşaq qutara bilmədim. Yox, buna deyən lazımdır ki, müğənni olmaq üçün bu dükanın başını bıraq ki, get müğənni ol da. Belə işte, bir dənə şeydə, məhəllədə müğənni çatışmırdı. Yok ki başka hiç kimsem. Yok 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 bana. Ne hallerdeyim bir bilsen. Bir sor bana. Nerelere kaçsam. İndi dükanla qutardı. Başladı öz evində konsert verməyəcə. Bunun əlindən də yata da bilmirik. Mahnının səsindən eşidir ki, zvonkun səsini. Ala, bu maaş köçməyib. İnansan, bilmirəm bayrama nə alım, nə pişirək. İnansan, qalmışam belənçi. Elə danışırsan ki. Salamatı bilsən nədir? Gəl göstərim sənə. Bizim yeni il yeməyimiz hazırdır. Bax ki, nə xaldı indi.